Çox şaxəli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında özünəməxsus yerə malik olan xalq yazıçısı Elçin Əfəndiyevin anadan olmasından 83 il ötür. Şərəf, şöhrət və istiqlal ordenli ədibin çox şaxəli yaradıcılığı bugün də öz aktuallığını qoruyub saxlayan mövzuları ilə sevilərək oxunur və öyrənilir. Milli ədəbiyyatda həm düşüncənin, həm də duyğunun sərhədlərini genişləndirən xalq yazıcısı Elçin Əfəndiyev həyatın içində gizlənən böyük mənaları üzə çıxarıb. O, hekayə, povest, roman, dramaturgiya, publisistika və ədəbi tənqid sahələrində eyni dərəcədə məhsuldar olub. Yazıcının yaradıcılığında sadə məişət qayğılarından cəmiyyətin dırnaqarası ideal problemlərinə qədər uzanan böyük bir həyat panoramı əks etdirilib. Nəğmə dərsi, bayram axşamı, qırmızı limuzin, bayatılar, ağ dəvə kimi əsərlərdə həm tarixi yaddaş, həm folklor düşüncəsi, həm də müasir insanın daxili ziddiyyətləri əks olunub. Onun dramaturgiyasında isə konflikt hadisədən çox düşüncə, xarakter və zaman daxilində formalaşır. Poçt şöbəsində xəyal əsərində insanın cəmiyyətlə toqquşması, ordenli yazıcı ilə görüşdə saxta mənəviyyata etiraz, Taun yaşayırda diktatura və qorxu, Şekspir komediyasında isə ictimai quruluşun insanı əsir etməsi mövzuları əksinə tapıb. Elçin Əfəndiyevin yaradıcılığının ən çox diqqəti cəlb edən məqamlarından biri də sual vermək cəsarəti idi. Yazıcının əsərlərində və publisistikasında səslənən suallar cəmiyyəti düşündürürdü. Bu suallar bəzən açıq şəkildə, bəzən də obrazların taleyi və susqunluğu içində verilir. Bununla Elçin Əfəndiyev ədəbiyyatı düşüncəni oyadan mənəvi güc kimi qəbul edirdi. Azərbaycan ədəbiyyatında özünəməxsus üslubu və güclü bədii təfəkkürü ilə silinməz iz qoyan sənətkarın əsərləri hələ uzun illər aktuallığını və əhəmiyyətini qoruyub saxlayacaq. Arzu Yusif, Rüstəm Məmmədov, Mədəniyyət xəbərləri.